Bismillahirrahmanirrahim. Zilqədə ayının 29-u 9-cu imamımız Həzrəti Muhammed Təqi ağanın hüzünlü şəhadət günüdür. Bu gün münasibətilə başda İmam-ı Zaman ağa olmaqla dünya müsəlmanlarına təsliyyət ərz edirəm. Həzrəti İmamın ləqəblərindən biri Cavaddır. Həzrətinin 25 il dünyada ömrü olmağına baxmayaraq, bu qısa ömrə bir ümmətin əsrlərlə öyrənəcəyi hikmət, elm və səbri sığdırdı. Allah Qur'an-ı Kərimdə buyurur ki, Allah sizdən iman gətirənlərin və elm verilənlərin dərəcələrin yüksəldər. Bu ayənin canlı təcəssümü Həzrət İmam Cavad ağa idi ki, uşaq yaşında imamət məqamına yetişərək elmi ilə dövrün ən böyük alimlərin heyrətdə qoydu. Həzrəti Peyğəmbər buyurur, mən sizin aranızda iki ağır əmanət qoyuram ki, biri Allahın kitabı və digəri mənim əhl-i beytimdir. Həzrət İmam Cavad ağa Əhl-i Beytin elm və hidayət qapılarından biri idi. Haqq nuru zalimları daim qorxusu olduğundan Həzrət İmam Cavad ağanın da haqq olan nuru, elmi nüfuzu, xalq arasında olan məhəbbəti zalim hakim olan Əbbasi xəlifəsindən Möhtəsimin narahat edirdi. Və bu səbəbdən Hicri 220-ci ildə Zilqədə ayının 29-unda Həzrət İmam Cavad ağanı 25 yaşında zəhərləyərək şəhadətə yetirdi.